Hər kəs salamlayıram. Dostlar, siz görürsünüz ki, son neçə ildir bir yaşlı insan olsun, əlində çomaqla gəzə bilməyən bir 80-90 yoxdur. Fikir verirsiniz, yoxdur belə insanlar. Səbəb nədir? Bizi məhv eləyən kola deyil, bizi məhv eləyən bu yağdır. Falan yerdə endirimdir, tez gedim 3 dənə alım, məni 1-2 ay yola versin. Niyə sən öz sağlamlığına qol çəkirsən, öz ölümünə qol çəkirsən? Mən sənə deyirəm, həftəyə 3 dəfə 50 qram salginən quyruq yağını və salam, evdə ailədə 3-4 nəfərsinizsə kifayət eləyəcək həftəyə 3 dəfə. Sən deyirsən, mənim pulum yoxdur quyruq yağı almaq. Amma sən o quyruq yağını alsan, dediyim kimi həftəyə 3 dəfə yeysən 50 qramdan, görərsən ki, o aldığın o pis yağdan daha da sərf eləyirsən, həm də canın sağlamdır. Yəni sən deyirsən, yox, mən səhər də yeyim, günorta da yeyim, axşam da yağ yeyim. Belə olmur axı. Həftəyə 3 dəfə vitamin D-dir, gözəldir. Amma belə hər gün ola bilməz axı yağ yeyəsən. İstəyirsən yağ yemək, misal üçün axşam vaxtı, bir dənə qreçkadır qaynatdın, düyüdür qaynatdın, lap makarondur qaynatdın, bir qaşıq zeytun yağı əlavə elə, qiyməni də pişir suda, ya toyuğu qaynat suda, əlavə bir qaşıq zeytun yağı əlavə elə. Bundan gözəl nə ola bilər? Ancaq yağ, dibini də batırım və yaxud insan var düyünü də çora yeyir, makaron da. Sonra deyirlər həkimə gedirəm, həkim deyir təzyiqim var, həkim deyir o var, bu var. Problem səndədir, həkim bəyəm sənə nə deyir ki? Deyir çəkimi sal da vəssalam. Sən də neysə axtarırsan, bir rahat bir şey olsun ki, versin dərman, 10 dəqiqəlik səni bir günlük, bir aylıq yola versin vəssalam. Təsəlli tapırsan. Yox, uzun müddətli elə də bunu. Problem səndədir, vəssalam. Həkimdə problem yoxdur, problem sırf səndədir. Əgər səndə hal-hazırda qaraciyərində, ürəyində problem varsa, o da səndən olub. Səni o yeməyə fikir vermirsən. Vəssalam. Ona görə yəni təsəlli axtarma. Problem sənin özündədir. Hər kəsə uğurlar.